Bir daha hamını salamlayıram. İnşallah biz də dərsi başladıq deyənə e, sualı yadda saxlayaq, axırda inşallah danışarıq. E, Yaxşı. Digər indi bir məsələ ola bilsin deyək, bu sual cavabını tapsın. Deməli, fəlsəfə mövzumuz fəlsəfə idi və qeyd elədik ki, İslam fəlsəfəsinə giriş eləməmişdən qabaq lazımdır ki, fəlsəfənin tarixinə kiçik bir baxış keçirək. Və mən fəlsəfənin yaranma tarixinə işarə elədim və ümumiyyətlə bu ki, fəlsəfənin yaranma tarixi var, yoxsa yoxdur. Qeyd elədik ki, bəli var və nəyə görə fəlsəfə? Yəni, nə üçün fəlsəfəni biz müəyyən bir tarixə bir növ istinad edirik, nisbət veririk. Qeyd elədim ki, fəlsəfə qabaqki vəziyyətdən fərqli olaraq xüsusilə şərq dünyasında ilahiyyat əsaslı təfəkkürdən fərqli olaraq yarandı və fəlsəfə hər bir şeyə xalis olaraq yanaşmağı xoşlayır. Müəyyən bir, necə deyərlər, müəyyən bir libasda, müəyyən bir kinayə ilə, məcazla fəlsəfənin arası yoxdur. Fəlsəfə hər bir şeyin özünə baxmaq istəyir. Ona görə birbaşa olaraq təbiətə baxdı və özünü təbiətdən ayırdı və özünü təbiətə hakim bildi, nəinki məhkum və başladı təbiəti araşdırmağı və soruşdu ki, ümumiyyətlə burada nə baş verir? Keçən dəfə qeyd elədik ki, söhbətimiz demək olar belə deyək də, iki cüt konsepsiyadan başladı ki, empirisizm və rasionalizm bir tərəfdə, digər tərəfdə idealizm və realizm. Empirisizm, rasionalizm haqqında keçən dəfə danışdıq ki, necə oldu, yəni yarandı bu iki dənə konsepsiya və atomizmə həmçinin Pifaqorun ədəd nəzəriyyəsinə işarə elədik və qeyd elədik ki, Pifaqorun belə deyək, qoyduğu təfəkkür əsasında rasionalizm və Demokritin atomçuluq təfəkkürünə əsasən yaratdığı fikirdə, cərəyanda empirisizm cərəyanı meydana gəldi. Bunu keçən dəfə danışdıq, amma mən bir keçid elədim və qısa işarə elədim ki, bəs idealizm və həmçinin realizm hardan meydana gəldi? İdealizm və realizm anlayışları ümumiyyətlə ilk öncə bu günləri bunu biz
danışacağıq və vaxt olsa bəs idealizm və realizmin yaranması və sonra vaxtı qalsa ümumiyyətlə fəlsəfənin özəllikləri, fəlsəfəyə məxsus fəlsəfənin xasiyyəti nədən ibarətdir? Onu izah verəcəyik. Bəs deməli, idealizm və realizm anlayışları qısa şəkildə deyim, sonra gedək məzmuna giriş eləyək də. Mən idealizm deyəndə ideyalar, yəni beyin və idrak aləmi. İdealizm yəni idrakın əsas olması və realizm yəni aləm və məndən xarici aləmin əsas olması. Və yaxud idealizm subyektin mərkəzdə olması, realizm obyektin mərkəzdə olması. Bunlar çox dəqiqdir ya. Xahiş edirəm ki, diqqətli olaq. İndi yəni nə olsun da, yəni bunlar nə dərdimizə deyir ki, baxın, lap əvvəldə demişdik ki, ümumiyyətlə fəlsəfə 3 əsas məsələni, yəni həqiqət haqqında, varlıq haqqında danışırsa, varlıq da 3 əsas məsələni ehtiva edir də, düzdür? Belə deyək, Allah, aləm və mən. Bu 3 məsələ. Və bunun da kökündə, ümumiyyətlə bundan da qabaq qeyd elədik ki, hətta o varlıqdan qabaq, dedik, ümumiyyətlə hər hansısa bir fəlsəfi düşüncə ya varlıq haqqında danışır, ya bilik haqqında danışır, ya əxlaq haqqında danışır. Sonra varlıq da həmən dediyimiz kimi Allah, aləm və məndən ibarətdir. İndi məsələ budur ki, filosoflar neynədilər? Filosoflar, biz dedik axı, fəlsəfə, nə oldu ki, fəlsəfə oldu? Yəni, fəlsəfəyə qədər düşüncələr ancaq təbiəti özlərinə görə dəyərləndirirdilər. Yəni, bir növ təbiətə hakim hesab edirdilər. Hesab edirdilər ki, təbiət qorxulu bir şeydir. Biz təbiətə hakim ola bilmərik. Fəlsəfəyə qədər belə idi də. Biz təbiətin məhkumuyuq. Və təbiətə əl dəymək olmaz. Və təbiətə nə baş verirsə, deməli, bizim ucbatımızdandır, bizim problemimizdən irəli gəlir. O fəlsəfəyə qədər belə idi də. Amma fəlsəfədə nə baş verir? Fəlsəfə deyir, yox, təbiətin özünü biz sorğuya çəkirik. Nə üçün baş verdi? Zəlzələ niyə görə baş verdi? Niyə görə yağış yağdı? Nəyə görə vulkanlar baş verir? Nəyə görə su çəkilir? Nəyə görə su qabarır? Cəzirəmədir. Nəyə görə sular çəkilir? Nəyə görə su qabarır? Düzdür? Yəni, təbiəti başladı sorğulamağa. Və təbiəti sorğuladıqda hesab edir. Məsələn, fəlsəfə nə oldu? Fəlsəfə aləmi araşdırmaqdır. Aləmin araşdırılması olur fəlsəfə. Amma belə bir sual yarandı ki, mən bu aləmi nə ilə araşdırıram? Nə ilə aləmi araşdırıram? Fikrimlə də, yəni. Düşüncəmlə, ağlımla. Yəni, bu fikirlə mən aləmi araşdırıram. Yaxşı, əgər mən fikrimlə aləmi araşdırıramsa, sual yarandı. O fəlsəfə deyək, fikir nədir ümumiyyətlə? Fikir nədir? Yəni, çox belə qəribə bir irəliləyiş deyim və yaxud da ki, dərin düşüncə deyim, yarandı. Əvvəlcə sonra aləm nədir? Bu aləmdə nə baş verir? İndi deyirlər ki, fikir nədir? Çünki
Aləmdə nə baş vermək üçün mən gedib fikrimi aktivləşdirim. Gedib fikrimi cərəyana salım. İndi soruşmaq fikir nədir ümumiyyətlə? Nə baş verir? Burada nə gedir ümumiyyətlə? Nə proseslər baş verir? Fikir nə? Bax, budur ki, yeni bir düşüncə meydana gəldi də və çox maraqlı budur ki, daha üçüncü sual yarandı ki, yaxşı, əgər fikir nədirsə, indi fikir özü də aləmin bir parçasıdır da. Düzdür, fərqli aləm mən deyəndə aləmdə də mən də aləmin biriyəm də və mənim fikrim də bu aləmin bir parçasıdır da. Yəni fikri də araşdıranda mən yenə aləmi araşdırıram da axır. İndi axırı hansı öndədir? Birinci mən aləmi araşdırmalıyam, yoxsa fikrimi araşdırmalıyam? Yəni aləmi araşdırmalıyam, sonra fikrimi araşdırmalıyam, yoxsa fikrimi araşdırmalıyam, sonra aləmi araşdırmalıyam? Biraz ola bilsin ki, dostlar, çox-çox xahiş edirəm, sizə qəribə gəlsin ki, axı nə olsun, indi fikri araşdır, ya aləmi araşdır, yoxsa fikri araşdır, qəribə gələ bilər, amma bir balaca dözümlülük necə deyərlər, nümayiş elətdirək, biraz səbr edək, görək bu məsələlər hara gedib çıxır. Çox dərin. Həyatımızın bir çox problemlərinin həlli bəzən görək bu məsələlərə bağlıymış. Demə bu məsələlərə bağlıymış. Nəsə, indi mən fikirləşməliyəm, sonra aləm, yəni fikri araşdırmalıyam ki, fikir nədir? Sonra görüm aləm nədir? Yoxsa aləmi bilim ki, nədir? Sonra görüm fikir nədir? Bax, burdandır ki, iki dənə cərəyan yaranır. İdealistlər və realistlər. İdealistlər hesab edirlər ki, çox-çox diqqətli olaq. İdealistlər hesab edirlər ki, aləm ümumiyyətlə idrakdan başlayır. Axı dedik fəlsəfə nə üçün fəlsəfədir? Çünki fəlsəfə hər bir şeyin sökənəcəyi yerini axtarır. Bu hər şey hara sökənir? Bütün bu gördüklərimiz sonda nədə dayanır? Bax, məsələ budur. Bəziləri hesabladılar ki, bütün bu hər şeyin dayanacaq yeri, son nöqtəsi ümumiyyətlə idrakdır, düşüncədir. Yəni hər şey idrakdan başlayır. İdrak olmasa heç nə olmayacaq. İdrak olmalıdır ki, aləm olsun. Bu təfəkkürün sahibləri idealist cərəyanını yaratdı. İdealist tərəfdarları sayıldılar. İdeya yəni düşüncə. Yəni aləm ümumiyyətlə fikirdən süzülür. Bir fikir var və sonra çünki düşündü, yarandı. Çünki düşündü, oldu. Amma realistlər necə hesab edirlər? Realistlər tam əksinə. Ümumiyyətlə hesab edirlər ki, idrak aləmdən qabaq deyil, aləm idrakdan qabaqdır. Aləm var idi, sonra düşüncə yarandı. Aləm var idi. Axşamınız xeyir olsun. Aləm var idi, sonra düşüncə. Realistlərə görə aləmin araşı, yəni bütün hər bir şey hardasa realistlər bir növ materialistlərə daha yaxındılar da. Yəni maddə hər şeyin əvvəlində bir maddə var idi, sonra o maddə hərəkət etdi, hərəkət etdikdən sonra düşüncə yarandı. Yəni hesab edirlər ki, idrak aləmdən sonra.
Bir də materialist də deyə bilmərik realistlərə. Sonradan dəyişir mənası. Amma hər halda başa düşmək üçün dedim, yəni. Kobud mənadır. Fikir verirsən, tarixdə iki şəxsiyyət var, çox önəmlidir Yunanda. Biri Heraklitdir, biri də Parmenides. Çox filosoflar var da, mən sadəcə nə üçün bunların üzərində dayanıram? Çünki bunlar fəlsəfənin əsas təməlləridir. Görürüz, mən keçən dəfə Pifaqorla Demokritin adını çəkdim. Bu günləri isə Parmenides, Heraklit və Parmenidesdən söhbət eləməyəcəm, yəni qısa işarə edirəm. Heraklitlə bilmirəm, tanışsınız yoxsa yox. Ola bilsin Heraklitin bu cümləsini eşitmişsiniz, məşhur cümlədir. Bir çaya iki kərə girmək olmaz. Bilmirəm bu cümlə eşitmişsiniz yoxsa yox. Heraklitin məşhur cümlələrindən. Bir çaya iki kərə girmək olmaz. O nə deməkdir? Yəni demək istəyir, hər şey dəyişməkdədir. Hər şey dəyişir. Hər şey hərəkətdədir. Ümumiyyətlə dayanan bir şey yoxdur. Dayanan bir şey yoxdur. Hər şey hərəkətdədir. Və bu qəbildən Heraklitdə cümlələr çoxdur. Mən indi vaxtı ona görə almaq istəmirəm. Amma demək istəyirəm ki, baxın, Heraklit hesab eləyir ki, ümumiyyətlə aləmdə əgər hər hansısa bir nəsə bir həqiqətdən danışmaq istəyirsə, çoxluqdur həqiqət və hərəkətdir reallıq. Sən nəyi ona görə deyir ki, bir çaya iki kərə girmək olmaz. Çünki sən girdiyin o çay, ki çıxırsan yenidən girirsən, nə o çay o çaydır, nə də sənin ayağın həmən ayaqdır. Yəni bir çaydan məsələn axar suda, yəni dənizə, nə bilim suya. Yəni bu həmən ayağı ki sən bir çaya qoyursan, həmən ayaq ikinci dəfə o çaya girəndə də həmən ayaq deyil ki, düzdür mənim ayağımda, amma dəyişir, hərəkətdədir. Bu Heraklitdir. Yəni Heraklit bir növ realistdir bizim o bölgüyə nisbətdə. Heraklit realistdir. Yəni hesab eləyir ki, bütün hər bir şeyin əsasında dəyişkənlik dayanır, materiya dayanır, maddəlik və s. var. İndi mən birbaşa Herakliti ittiham eləmək olmaz da materialistliklə. Xeyr, materialist deyil Heraklit, amma yəni demək istəyirəm ki, məsələlərə tamamilə göründüyü kimi necə görür, o cümlədə onu təfsir edir. Amma Parmenides kimdir? Parmenides demək olar ki, Parmenides o qədər ciddi şəxsiyyətdir ki, sonra Platon əsərlərinin birini ümumiyyətlə Parmenidesin adı ilə demək olar ki, yazır. Yəni Platonun əsərlərinin biri Parmenidesdir. Əsərin adı. Sonra Parmenidesdən Theaetetus əsərində ad çəkir. Sufist əsərində Parmenides haqqında danışır. Yəni Parmenides Platon, Sokrat Platon eynidir də, belə hələlik görək. Düzdür, iki nəfərdir. Yəni demək istəyirəm ki, bir demək olar, bir məcra, bir yolun adamlarıdırlar. Sokrat ustaddır, Platon da şagirdir. Fikir verin məsələyə. Bir dənə məsələyə baxaq. Yəni Parmenides Sokrat üçün çox önəmlidir. Xüsusilə də Parmenides çox ahıl bir vaxtda, yəni yaşlı zamanında Sokrat cavan oğlandır. Theaetetus əsərində deyir, Sokrat deyir ki, mən o qədər Parmenidesi sevirəm ki, mən o qədər ona hörmət edirəm ki,
Çox məndən yaşlıdır, çox ağıllıdır. Çox düşüncəli və dərin bir şəxsiyyətdir. Mən təxminən təqrib edirəm, təxmin cümləsini deyirəm. Cümləsi belədir, əlbəttə var burada. Cümləsi belə. Homerin dediyi kimi, Sokrat deyir, Homerin dediyi kimi Parmenides mənim üçün həm hörmətə layiq, həm də qorxulu idi. O ahal ikən mən çox cavan idim. Yəni çox hörmətlə yad eləyib Parmenidesi. Nəysə, Parmenides düşüncəsinə var. Deyir, Parmenides deyir, varlıq və idrak eynidir. Parmenides'in şah cümləsidir. Varlıq və idrak eynidir. Ən birinci filosofdur ki, fəlsəfəni nəzmə çəkib, şeirə çəkib fəlsəfə. Parmenides. İndi bunların işim yoxdur. 2 dənə onun yazısı var. Məşhurdur. Həqiqət yolu və gümanın yolu. Həqiqətin yolu və gümanın yolu. Və hesab edir ki, burada bu yazısında qeyd edir ki, varlıqla idrak eynidir. Bu çox qəribə bir şey. O nə demək? Yəni varlıq və idrak eynidir. Varlıq varlıqdır, idrak mənim beynimdir. Varlıq mənim beynimdən xaricdir. O nə demək varlıqla idrak eynidir? Baxın, Parmenides hardasa o 2 bölgüdə idealistlərə, idealist istiqamətindədir. Yəni hər şey idrakdan başlayır. Hətta varlıq belə idrakdan başlayır. Yəni mən düşünsəm varam, düşünmürəmsə yoxam. O qədər ciddi şəxsiyyətdir ki, Alman filosofu Martin Heidegger Metafizikanın girişi kitabında çox əzəmətlə yad edir Parmenidesi. Heidegger deyir, Alman filosofdur Heidegger. Bilmirəm, kitab oxuyanlar belə maraqlananlar Heideggerin adını eşidərlər. 19-20-ci əsrin şəxsiyyətidir. Martin Heidegger. Ekzistensialist fəlsəfə cərəyanının əsas şəxsiyyətlərindəndir. Heideggerin bir dənə cümləsi var Metafizikanın girişi kitabında. Heidegger deyir ki, Parmenidesin əl boyda kitabı, Parmenidesin əl boyda kitabı fəlsəfə haqqında yazılan bütün kitablara dəyər. Və hər kəs Parmenidesi görsə də bundan sonra kitab yazmaqdan məyus olmalıdır. Demək istəyən o qədər əzəmətli şəxsiyyəti var. Yəni istəyirəm deyim ki, bilirsən, yəni nə olsun bunları deyim. Bilirsən nə üçün deyirəm bunları? Bunları deyirəm ki, hesab eləməyin ki, Yunan keçib qutarıb. Yəni bugün mən bunu elə bilirəm dərsimizdə burada demişəm, səhv eləmirəmsə, Bergsonun cümləsini Platon haqqındakı. Platondan sonraki bütün fəlsəfələr Platona yazılan şərtdir. Yəni demək istəyir ki, Platondan sonra ümumiyyətlə fəlsəfə yoxdur. Bəli. Platondan sonra yəni fəlsəfə yoxdur. Platondan sonra yazılan fəlsəfələr Platona şərtdir. Yəni bunları nə üçün deyirəm? Bunu görə deyirəm ki, hesab eləyin mən vaxtınızı alıram. Vaxtınızı almıram, amma sadəcə fəlsəfəni mən hesab edirəm belə görmək lazımdır. Hətta İslam fəlsəfəsi belə Yunan fəlsəfəsinin ardı ilə gəlir. Mən demirəm Yunan fəlsəfəsidir ya deyil. Belə mövqe sərgiləmirəm. Amma Yunan fəlsəfəsinin ardında gəlir İslam fəlsəfəsi. Hətta Qərb fəlsəfəsi belə Yunan fəlsəfəsindən qidalanır. İslam fəlsəfəsi belə Yunan fəlsəfəsindən qidalanır. Ona görə İslam fəlsəfəsinə giriş eləmək üçün sən onu əsas ocaq nöqtələrə işarə edirəm. Ocaq nöqtələrə işarə edirəm ki, sonradan bilək, mən ona görə bircə yerə deyil dedim, 2 dənə cütlükdən söhbət elədim mən, empirist və rasionalist cərəyanı. Sonra sən sual verməlisən ki, İslam fəlsəfəsi bunların hansından biridir? Çünki İslam fəlsəfəsi, bəli. İslam fəlsəfəsi bunların hansından biridir? İslam fəlsəfəsi empiristdir, yoxsa rasionalistdir? Və həmçinin bu günlərdə idealistdir, yoxsa realistdir? Bir dənə çox kiçik bir həm
abu hava yorğunluğunuzu alasınız. Hem de ümidvar olasınız ki biz İslam felsefesine de keçəcəyik. İslam felsefesinde bilmirəm eşitmişsiniz yoxsa iki dənə əsas cərəyan var. Məşşailik və işraqilik. Peripatetik fəlsəfə. Bəli. Ramin qardaş deyir ki, eşitmiş. Çox demək olar ki, bugünə qədər davam edən bütün İslam dünyasına hakim iki cərəyandır. Yəni. Üçüncü cərəyan da var. Molla Sadaqin də oyun işimiz yox. Çox xahiş edirəm. Diqqət edək. Nədən danışırıq? İdealizm və realizm. Və fərqini bildikdə düzdür. İdealistlər hesab edirlər ki, aləm bir idrakdan süzülür. Realistlər hesab edirlər ki, idrak aləmdən sonra meydana gəlir. Yəni, mən aləmi araşdırmalıyam, sonra idraki araşdırmalıyam. İdealistlər deyir, o idraki araşdırmalıyam, sonra aləmi araşdırmalıyam. İslam fəlsəfəsində də biz iki cərəyanla üzləşirik. Çox maraqlıdır. İbn Sina, Farabi və İbn Sina, bəli, Farabi və İbn Sina məşşailik və peripatetik cərəyanın başında dayanırlar. Şeyx Şəhabəddin Söhrəvərdi işraqilik cərəyanının banisidir. Hikmətül İşraq çoxlu yəni kitabları var. Yəni fəlsəfəsi Hikmətül İşraqdır. Farabidə də ki, yenə yazılar İbn Sinada da həmçinin. Hələm sonra mən bunlara bir daha qayıdacağım ha, bunlara qayıdacağım. Amma istəyirəm bir dənə belə hiss eləyəsən İslam fəlsəfəsini. Məşşailik cərəyanında, yəni İbn Sina yolunda, belə deyək, məşə İbn Sina ilə tanınır. İbn Sina fəlsəfəsində fəlsəfə vücuddan ibarətdir. Varlıq. Fəlsəfənin mövzusu söz obyekti, söhbət edəcəyi şey nədir? Varlıqdır. Şeyx Şəhabəddin Söhrəvərdidə fəlsəfənin söhbət obyekti nədir sizcə? Cavab vermək istəyirsiniz? Ağıl. Xeyr. Nədir o elə? Yəni mənəviyyat, hə? Mənəviyyat. Xeyr. Şeyx Şəhabəddin Ramiz bəy, Ramiz qardaş. Gözəl, 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 gözəl. Nur, nur. Nur Şeyx Şəhabəddin Söhrəvərdi İşraq, Hikmətül İşraqda deyir fəlsəfə, digər fəlsəfi kitabları açanda deyir fəlsəfə varlıqdan danışır. Bir dənə Şeyx İşraqdır, deyir fəlsəfə nurdan danışır. Nədir nur? Nur nədir? Nur işıqdır. İşıq elmdir. Elm idrakdır. Yəni Məşşai İbn Sina cərəyanında əsas varlıqdır. Əsas varlıqdır. Şeyx İşraq Söhrəvərdi işraq cərəyanında əsas idrakdır. Ona görə nur deyir. Bəzən başa deyir. Elə bilən nur yəni məsələn nə bilim yox, nur mənəvilik deyil. Mənəvilik deyil Şeyx İşraqda. Fəlsəfədir Şeyx İşraq, fəlsəfədir irfan deyil ki. Şeyx İşraq arif deyil ki.
Şeyx Şah filosofdur. Nurdan məqsəd yəni elm və idrak. Yəni istəsən əgər İslam fəlsəfəsini bizim dediyimiz idealist və realist tərəflərə böləsən, deyəcəksən ki, İbn Sina məşailik cərəyanı, realist cərəyan və Şeyx İşraq cərəyanı, Şeyx Şahabəddin Söhrəvərdinin İşraq fəlsəfəsinin cərəyanı idealist cərəyanıdır. Görün, görün, hara gəlib çıxır. İndi inşallah bu sadəcə bir belə necə deyərlər, məsələyə biraz duz qatdıq. Amma o nə demək ki, yəni varlıq, məgər varlıq deyənlər idrakdan danışmırlar. Əgər idrak deyənlər varlıqdan danışmırlar, yeri gələndə danışacaq, söhbət edəcək haqqında. Yəni demək istəyirəm ki, bu cürlə baxmaq lazımdır. Yəni, hətta siz İslam fəlsəfəsinə də bu pəncərədən baxmalısınız. Biz idealist deyəndə sonra Platon yadımıza düşür. Platon idealistdir. Yəni hesab eləyir ki, bu aləm boş bir şeydir. Bu aləmin üstündə ideyalar aləmi. Digər bir aləm var ki, bu aləm o yuxarı aləmin kopyasıdır, kserokopyasıdır, şəklidir, şəmailidir. Hər şey yuxarı aləmdədir. Platon belə hesab eləyir. Aristotel isə tam əksinə, indi ora gələndə deyəcək. Aristotel isə tamamilə əksinə. Xeyr, hər şey bu aləmdədir. İdeyalar aləmi mənasız və absurddur. Yenə də Aristotel olur realist, Platon isə idealist. Bütün bunlar hardan gəlir? Yunandan gəlir. Hətta Platondan qabaq Heraklit və Parmenides, bu iki nəfər, nə deyirlər? Əjdahadılar da. Parmenides hesab eləyir ki, idrakla varlıq eynidir. İdrak hər şeydən qabaqdır. Ona görə ağıl yazısını dedimdə, iki dənə yazısı var. Həqiqətin yolu, gümanın yolu. Həqiqətin yolunda deyir ki, həqiqəti aşkar edəcək bir tək amil ağıldır. Amma batil və yoxluğu aşkar edə biləcək bir tək amil gümandır, hissdir. Yəni bizim bir ağlımız var, bir də hissimiz var. Hiss heç vaxt bizi həqiqətə çatdırır. Hiss orqanları bizi həqiqətə çatdıra bilməz, Parmenides deyir. Amma ağıldır ki, bizi həqiqətə çatdırır. Ağıldır ki, bizi məqsədə çatdırır. Və ağıldır ki, bizə deyir, hətta varlıqdan fərqlidir. Bir dənə varlıq var, bir də var. Var hətta varlığın əsası və köküdür. Çünki insan hiss və gümanı ilə yoxları başa düşür. Varlığa hətta baxanda varlığı çərçivədə görür və çərçivə yoxluğundan ibarətdir. Sonra sənə bu kömək eləyəcək bu düşüncələr İslam fəlsəfəsində deyirlər vücud və mahiyyət. Bəli, çox maraqlı. Çox maraqlı. İslam fəlsəfəsində belə bir anlayış var. Vücud və mahiyyət. Vücud və mahiyyət, ümumiyyətlə vücud nədir? Mahiyyət nədir? Sense ingilis dilində. Sense, zat. Və exist. Yaxud is. İkisi də vücud, amma fərqləri var. Baxın, bunlar çox
çox ciddi məsələlər. Yəni biz bəzən gəlin biraz dərdləşək. Gəlin biraz dərdləşək. O da nədir? O da budur ki, biz bir çox hallarda nəyə görə fəlsəfəyə biganəyik biz? Fəlsəfə nədir axı? Bir budur ki, düzgün təlim verməyiblər. Düzgün fəlsəfə təlimi olmur. İki budur ki, ümumiyyətlə insan maddiləşdikcə fəlsəfədən uzaqlaşır. İnsan maddiləşdikcə fəlsəfədən uzaqlaşır. Yəni, çünki fəlsəfə maddiliyin üstündən danışır. Fəlsəfə qeyri-maddi varlıqlar. Yenə də bunu sonra deyəcəyəm. Qeyri-maddi varlıqlara, nəinki maddi varlıqlarda, maddi varlığın özündə qeyri-maddini axtarır. Bilmirəm, iştirakçılarımızın içində fizik var, fizikaçılar yoxsa. Varsa elan eləsin fizikadan. Fizika mütəxəssisi, ya müəllimi, ya fizikada belə bir anlayış var. Dark matter. Dark, qara maddə. Qaranlıq və yaxud qaranlıq. Qaranlıq enerji və qaranlıq maddə. Bunlar bir-birinə fərqlidirlər. Nədir qaranlıq maddə? Fizikanın özü də heç bunun mahiyyətinə vara bilmir. Maddəni bilir nədir? Maddə cisimdən ibarət. Amma qaranlıq maddəni araşdıra bilmir. Xeyr, qara dəlikdən fərqlidir. Yoxsa fərqli deyil. Əgər ola bilsin səhv edeyim. Ola bilsin səhv edeyim. Elə bilirəm qara dəlik. Hər nə? Olsun qara dəlik. Bəli, qara dəlik. Baxın, amma çox maraqlıdır. Fizikə sual verəndə ki, bəs sən ki qaranlıq maddədən danışırsan, maddədir, deyir, xeyr, maddə deyil. Çox maraqlıdır. Qaranlıq maddə, deyir, maddə deyil. Bəs nədir qaranlıq maddə? Deyir, qaranlıq maddə maddəni izah verə biləcək dayanacaq nöqtədir. Deyirəm, tamam da bu dayanacaq nöqtəsində. Deyir, mən maddəni sənə izah vermək üçün zəruridir ki, bu maddə bir şeydən gəlsin. O şey maddə ola bilməz. Ona görə adını qoyuruq qaranlıq maddə. Amma maddə deyil. Və bu ki fəlsəfədir, bu ki fizikadır. Bu ki fizikadır. Ona görə çox hətta belə deyim, o demək deyil ki, mən dindara da sözüm, hətta dindarı da mən ayırmıram bu problemlə. Yəni mən dindara da üzümü tuturam, deyirəm, ay dindar. Tamam, indi o, bəli. Qara maddə haqqında izah veriblər. Qara maddə səhv etmir. Ulduzları bir arada tutan görünməz maddədir. Qaranlıq enerji isə kainatın ay sağ ol, bəli. Hər halda yəni orasını demək istədim ki, yəni baxın sadəcə mahiyyətindən danışmaq istəmirəm, amma nəyə görə qaranlıq maddə və qaranlıq enerjidən söhbət etmə məcburiyyətindədir fizika? Çünki bilir, maddə bir yerə söykənməlidir və o söykənəcək yer, o dayanacaq nöqtə maddi deyil. Yəni sözüm bundan ibarət ki, onu demək istəyirdim. Hətta mən dindara belə üzümü tuturam, deyirəm ki, dindar da bəzən fəlsəfəni yaxın buraxmır. Nəyə görə? Çünki hətta dindarın belə düşüncə, demirəm, bütün dindarlardan söhbət getmir,
dindarın, yəni düşüncə tərzi, istər dindarda, istər qeyri-dindarda, əgər düşüncə ancaq maddi çərçivədə məhdudulansa, fəlsəfəni yaxın buraxmayacaq. Fəlsəfəyə biganə olacaq. Çünki fəlsəfə qeyri-maddədən danışır ona görə. Yəni o demək deyil ki, mən deyəndə ki, fəlsəfəni qeyri-maddi e, qeyri-maddini qəbul edənlər fəlsəfəni yaxın buraxırlar. Dindarlar özlərini çəksinlər qırağa ki, deməli biz fəlsəfəni yaxın. Xeyr, xeyr, xeyr. Dindarın da problemi var fəlsəfə ilə. Ümumiyyətlə hər kəs ki, düşüncə tərzi maddilikdə həbs olsa, maddilikdə həbs olan düşüncə fəlsəfədən biganədir. Fəlsəfəyə biganə. Yəni baxın, bilmirəm nə qədər səslənirsiniz, nə qədər. Ona görə deyirəm, kaş ki, üzbəüz olanda etirazları eşidərdim. Yəqin ki, etiraz, hücum, etiraz, buna sözdür. Amma eybi yox. Baxın, ona görə qeyd elədim ki, bu çox önəmli məsələdir. Biz həmişə Parmenidesə qayıdırıq, amma Parmenides nə deyir? Parmenides deyir ki, çox maraqlıdır. Deyir, insan problemi. İnsan ona görə problemlidir ki, varı görür. Varı görür. Amma yoxu vara baxır. Amma yoxu düşünür. Əslində hər şey vardan ibarətdir. Amma biz o nə demək istəyir? Demək istəyir ki, ağıl varı görür, varlığı görür. Amma güman isə həmən varlığın çərçivəsinə baxır. Onu izah verirəm. Ağıl varı görür. Güman isə, hiss isə çərçivələri görür. Həmişə o. Yəni nə deməkdir? Yəni bu deməkdir. Məsələn, bəli. Yəni misal çəkirəm, misal çəkirəm. Mən deyirəm ki, qələm, düzdür? Deyirəm, soruşuram, nədir qələm? Qələm mənə izah verirsən. Qələm də, yəni, necə nə deyir? Dəftər deyil, telefon deyil, kitab deyil, daş deyil, yeməli deyil, ancaq deyirlər. Ancaq deyil. Deyirəm, bildim. Qələm, sən ancaq qələmdə yoxları gördün. Yəni dəftər deyil, kitab deyil. Qələm özü nədir bəs? Qələm nədir? Qələmi mənə deginən qələmli olan şey. Qələm, yəni yaza biləcək alət də, yaza biləcək alət. Deyirəm, axı bu əlimdəki, bəs onda bu yaza biləcək alət, axı yaza biləcək alət, mürəkkəb də yaza biləcək alətdir. Yazılıb pozulması mümkün olmayan da yaza biləcək alətdir. Bəs bunu mən yazandan sonra poza bilirəm axı. Bəs yenə də mənə tam izah verə bilmədi. Oldu mahiyyətə. İslam fəlsəfəsi ilə tanış olanlar bilirlər ki, mövzu nədir. Yəni Parmenides deyir, baxın, deyir, siz bir şeyə baxanda, ağıl o şeyin varlığını görür. Hiss isə o şeydə yoxluqları görür.
Və biz çünki hissin həbsindəyik, zindanındayıq, həmişə yoxluqları görürük. O şeyin varlığını görə bilmirik. Əgər biz hər hansısa bir şeyin varlığını görə bilsək, o şeyin həqiqətinə vara bilərik. O şeyin həqiqətinə vara bilərik. Ona görə deyəndə nədir insan? Nədir insan? Deyirsən, insan budur ki, iki ayağı üzərində gəzir, dörd ayaqlı deyil, bitki də deyil. Deyirəm ki, bu nə oldu yəni? İnsan bilmədim yenə nə oldu axı insan? Sadəcə sən də nə deyil? Bəs insan nədir? İnsan nədir? Sonra deyirsən, insan yəni e, cisimdən ibarət hərəkət eləyən bir varlıq. Dedim, yenə də cisimdən ibarət hərəkət eləyən varlıq heyvan da cisimdən ibarət hərəkət eləyən varlıqdır. Yenə də axı olmadı bu. Olmadı. Çünki bizim ümumiyyətlə baxışlarımız həmişə baxırıq. Bioloji var, yəni bioloji var, yəni insanı bioloji varlıq kimi göstərməklə əslində biz insanın yox tərəflərinə baxırıq, var tərəflərinə yox. Bəs insan var olaraq insanın həqiqəti nədən ibarətdir? İnsanın həqiqəti nədən ibarət? Çox xahiş edirəm ki, hüzuri mərifət dedikləri bu şey indi gəlin girməyək hələ hüzuri mərifətə. Yəni onsuz da onsuz da necə deyərlər, danışan düşünən varlıqlar. Onsuz da belə deyək də üzməyi öyrənirik. Biraz dərinlərə getsək sonra rahat öyrənə bilməyəcəyik üzməyi. Gəlin elə bu hələlik sahil tərəfdə üzək. Ona görə xahiş edirəm bir dənə bunu mən toparlaya bilim. Gördünüz nə oldu, nə baş verdi. Yəni mən deyəndə ki, yavaş-yavaş varlığı bilmək lazımdır ki, insanın hər hansısa bir şey, insandan ibarət, hər hansısa bir şeydə bir var, bir də onun yoxları var. Hər bir şey yox və vardan ibarətdir, düzdür. Hər bir şey yox və vardan ibarət. Onu gördüyümdə qələmi misal çəkdim. Bu qələm yox və vardan ibarətdir. Varı nədir? Varı budur da. Varı budur ki, öz həcmi qədər yer tutan bir cisim varı. Amma yoxu nədir? Yoxu o qədər şeylər, kitab deyil, dəftər deyil. Bu insanı hələm tərif edirsiniz siz, ha? Hələm insanda, bəli. Düzdür, ağıllı, varlı, nə bileyim, Allahın yer üzündə nə var. Amma bunlar özü nədir? Düzdür o. Amma bu sadəcə sıradan. Razıyam. Qəşəng təriflərdir. Allahın yer üzünün nümayəndəsi və yaxud. Bəli. Əla, qəşəng. Bax, fikirlər indi yavaş-yavaş canlanırsınız. Əladır, olsun, əla. Bax, fikirlər qaynayır. Qoy qaynasın. Fikir qaynamalıdır. Fikir qaynamalıdır. Çox gözəl. Hələ sahildə deyir boğulan. Hələ sahildə boğulanlar var. Olsun. Boğula öyrənmək lazımdır da. Düzdür, uşağı üzməyi öyrədəndə biraz da salırsan suyun altına bir çapalayı tezdən çıxardırsan.
Hamımız elə, hamımız yəni mən qarışıq. Elə bu cür olur. Bəli, bəli, bəli. Bəli. Yo, əla, əla, əla. Qəşəng, qəşəng, qəşəng. Çox, çox gözəl. Qatılırsınız indi meydana məlum olur ki, yavaş-yavaş fəlsəfə ilə elə bil ki, e, dostlaşırsınız fəlsəfə ilə. Fəlsəfə ilə yavaş-yavaş dostlaşırsınız. Çox qəşəng. Qaranlıq aləmdir vallahi. Çox maraqlıdır. Bu söz özü çox maraqlı. Yəni bizim aləm, bizim beyin çərçivəmiz elə olub ki, işıqlı aləmə qaranlıq, qaranlıq aləmə işıq deyir. Çox məni üzürlü saysın Cabir qardaş. Bu sözümdən məqsədim sadəcə bir növ diqqəti cəlb eləmək istəyirəm. Yəni insan tək Cabir qardaşa aid deyil ki, əksinə Cabir qardaşa minnətdarlığımı bildirirəm ki, çox gözəl məsələyə işarə elədi. Qaranlıq aləmdir var. Yəni insanın probleminə işarə elədi. Yəni bu ki, elə bir vəziyyət, dünya elə bir vəziyyət. İnsan bu aləmə gələndən sonra, bu dünyaya gələndən sonra, maddi aləmə bürünəndən sonra, qaranlıq olan maddə işıqlanıb, işıqlı olan qeyri-maddə qaranlıq. Kaş ki həsti zəbani daşti, tazə həstan pərdəha bərdاشti. Bu da deyim. Allah razı olsun. Ne gözəl deyib şair. Fars dilindədir Fars. Deyim farsçasına orijinal. Kaş ki həsti zəbani daşti, tazə həstan pərdəha bərdاشti. Hərçə gویم از دم هستی azan pərdə-i digər bəru bəsti bedan. Kaş ki varlığın öz dili olaydı. Ta bizə öz dərinliklərindən danışa biləydi. Amma mən özüm hər nə qədər ondan desəm, əksinə onu daha da maddədən maddəyə bürümüşəm. Yenə də heç nə deməmişəm. Kaş ki həsti zəbani daşti, tazə həstan pərdəha bərdاشti. Hərçə gویم از دم هستی azan pərdə-i digər bəru bəsti bedan. Belədir. O qədər ünsiyyətimiz maddəyə, o qədər ünsiyyətimiz maddə. Platon sonra nalə eləyir, Platon sonra qışqırır bu şeydən ki, o qədər biz bu aləmin zülmətlərinə batmışıq ki, işıqdan danışanda bizə qəribə gəlir. Elə bilirik, işıqdan danışanda elə bilirik, qaranlıqdan danışırlar. Ona görə Quranda çox gözəl bir ifadə cümlə var. Fəmən yəşrəh sədrəhu lil-iman. Təxminən indi yaddaşımı istəyirəm qurdalayım biraz. Yəni fikrimə gəldi. O kəsin ki ürəyini biz açdıq, ona həqiqəti göstərmək üçün yola da işıq saldıq.
Bunlar da işıq saldı. Yəni məsələ budur ya. Məsələ budur ki, e, biz e, həqiqəti və e, qeyri-həqiqəti nədə gördük? Bəli, bəli. Bəli, ən-nasu niyam izamatu intəbəhu. Çox gözəl. Cabir qardaş işarə elədi. Əleyhissalam buyurur. İnsanlar yuxudadılar. Öləndə ayılacaqlar. Amma bunun özünün mənası nədir? Mən bunu deyəcəm sonraki dərslərdə. Bir zərif mənası var. Bu öləmək o ölməkdən deyil. Bioloji ölməkdən söhbət eləmirəm. Həkim o da var. O da var, amma daha dəqiq mənası var. Ki onu yadınızda saxlayın, mən bunu söhbət edəcəyəm. Baxın, ona görə mən deyirdim ki, əvvəldə başlayanda fəlsəfə dərsi deyil, fəlsəfə dərdindən danışmalıyıq biz. Fəlsəfə həqiqətə gedən yolu bizim üçün açır. Fəlsəfə həqiqətə işıq salmağı bacarır. Fəlsəfə ümumiyyətlə hiss orqanlarımız və hisslərimizlə başa düşüb belə deyək, hisslərimizlə başa düşülməyən, amma mövcud olan şeylərə işıq salır. İşıq salır. Tamam, mən toparlayıram. Ona görə qeyd elədim ki, bəs bir dənə də cütdən danışdıqda biz düzdür, idealizm və realizm. Yəni, mən aləm ümumiyyətlə idrakdan süzülüb gəlib. O məşhur Bəxtiyar Vahablı idrakda yer almış gecədən gündüzə Allah. Bəxtiyar Vahabzadənin gözəl Allah şeiri var. İndi yazmaq istəyim. İdrakda yer almış gecədən gündüzə Allah. Ki aləm əgər idrakdan süzülüb gəlibsə, bu idealist tərzi təfəkkürüdür. Yox, bəzən deyirik, xeyr, aləm ümumiyyətlə yəni mövcuddur, mövcudluqdandır ki, idrak doğur. İdrak mövcud varlıqdan, aləmin özündən sonra doğan bir həqiqətdir. Realistlər bu cünə baxırlar. Əlbəttə, sonra tarixdə idealizm və realizm mənası dəyişir, qeyd edəcəyəm amma İslam fəlsəfəsinə gələndə. Mən deyəcəyəm, məsələn, İslam fəlsəfəsi, belə deyim də, sual kimi demişəm, deyəcəm, bunlar nədir axırda, gözləməyi də hövsələmiz yox. İslam fəlsəfəsi realist, rasionalistdir əslində. Realist, rasionalist. O 4 dənə konsepsiyadan, dedi ya, 2 dənə cüt. Ağılçılıq, təcrübəçilik bir tərəfdə keçən dəfə danışdıq və bu günləri də idrak və varlıq. O kəlmələri demirəm ki, bəzən çətin olmaz sizə. İslam fəlsəfəsi harada yerləşir? İslam fəlsəfəsi varlıq və ağıl necə deyərlər, xəttində yer tutur. Yəni, rasionalist ən maraqlısı elə İslam fəlsəfəsi çıxdı ki, indi maraqlısı İslam, indi bu maraqlıdır, maraqlı deyil. Hələlik mövqe bildirmək biraz tez olmaz sizcə? Qalsın görək, maraqlı nədir? Düzdür, yəni, belə baxanda. Yəni, bir tərəfdən ağıl mərkəzlidir, digər tərəfdən də realistdir. Amma realist dedikdə biz axı realisti bugün tərcümədə biraz materializmə yaxın tərcümə elədik. Tarixdə realizm ümumiyyətlə xeyr, materialistlik demək deyil. Mənasını ümumiyyətlə bunlar sonra
belə deyim də, mənalarını dəyişirlər. Realist olar ki, amma varlığa baxır hər halda da yenə. Varlıqda da maddəyə yox, amma varlıq maddədən genişdir. Neysə. Yəni İslam fəlsəfəsi o suallar ki, həmişə dedik harda yerləşir, o budur. İslam fəlsəfəsi bir tərəfdən vəhy İslam fəlsəfəsinin arasındadır. Vəhy İslam fəlsəfəsinin arasında. Vəhy idraka aid. Vəhy idrakdan ibarət. Çox zərifdir. Vəhy çox zərifdir. Vəhy üçün xahiş edirəm ki, qısa nəsə deyə bilərik ara sıra. Amma gəlin vəhy mövzusuna keçək. Vəhy üçün nə qədər fəlsəfə üçün vaxt qoyuruq. Vəhy üçün o qədər vaxt qoymalıyıq ki, deyək vəhy nədir? Vəhy mahiyyəti çox mürəkkəb bir şeydir. Amma qısa prosta deyirəm sizə. Çox qısa şəkildə. Vəhy heç bir hissiyata qarışmayan xalis idrak prosesidir. Bu çox ciddi məsələdir. Xalis idrak və ağıl prosesidir və ona görə hiss və hissiyata qarışan idrak məlumatlarını torpaqdan, aşağıdan alır. Hiss və hissiyata qarışmayan idrak məlumatlarını yox. Ona deyirlər vəhy. Çox qısa, hər şey dedim əslində ya. İki cümlədir. Vəhy ayrı bir aləmdir. Bəs deməli bu qədər. Məlum oldu ki, mən hələlik burada olmuram. Allah razı olsun, siz sağ olun. Sizi yormaq istəmirəm də, kifayət eləyər də, bəsdir, hə? Bəsdir, kifayət eləyər və biraz ciddi məsələlər işarə elədik. Bugün əlavə sözlərim də var idi, amma qalsın gələn dəfə davam eləyərik, xırda gedək qabağa. Görək, hara gedib çıxırıq inşallah. Söhbətləşirik də, dərdləşirik, nə olar ki. Nə üçün filosofları təkfir edirlər? Əla. Yəni, əgər sizdə bu sual yarandı ki, deməli, filosofları təkfir etməyin yeri yoxdur ki, deməli, əlhəmdülillah, yavaş-yavaş dostlaşırıq fəlsəfə ilə. Nə üçün təkfir edirlər? Vallahi o təkfir edənlər yerə desinlər, nəyə görə təkfir edirlər? Ki, məsələn, hesab edirlər ki, güya fəlsəfə, məsələn, adamı yoldan azdırır, məsələn, ona görə təkfir edirlər ki, fəlsəfə kör-körana hər şeyi qəbul eləmir axı. Bəziləri də kör-körana qəbul etməyi xoşlayırlar. Fəlsəfə üçün kör-körana qəbul etmir. Kör-körana qəbul edənlər fəlsəfəni təkfir edirlər. Bilmirəm, ağır demədim də elə inşallah. Bu da belə. Yaxşı, bəs kifayətdir. Təkfir edirlər, necə başa düşək? Necə? Təkfir edirlər, necə başa düşək? Mən bu sözün... Təkfir, yəni kafir bilir, filosofları kafir bilirlər. Çatdı. Oldu, çox. Filosofları kafir bilirlər. Mən ona görə, yəni kimlər filosofları kafir bilirlər? Məsələlərə kör-körana baxanlar filosofları kafir bilirlər. Oldu, sağ olun. Siz sağ olun. Bəli, mən görüm, mənbəsi bəli, bu elmin mənbəsi gedib çıxır Allaha. Bəli, indi vallahi Allaha gedib çıxır deyəndə ki, ümumiyyətlə bu elm hər bir şeyin, dedim də, fəlsəfənin elə fəlsəfə olması budur ki, hər bir şeyin tənbəllikdən bilir. Fəlsəfənin elə fəlsəfə olması bundan ibarətdir ki, bütün hər bir şeyin ilk nöqtəsini araşdırır da. Bəli də, dini konsepsiyaya görə, dini yanaşmaya görə Allah da hər bir şeyin ilk nöqtəsidir.
Fəlsəfə də hər bir şeyin ilk nöqtəsini araşdırır. İndi gedib çıxır ilk nöqtəsinə, həqiqətən ilk nöqtəsinə gedib çıxanda, görür ki, məsələn, orada Allah dayanır ki, məsələn, biraz belə şeylə deyirəm, e, e, məcazi formada. Görür, əlbəttə, gedib çıxır Allaha. Ola bilər gedib çıxsın Allaha. Ola bilər gedib çıxsın Allaha. Bəli, mümkündür, mümkündür Allah. Amma mən bunu qəti şəkildə biraz demək ki, Allaha gedib çıxır. Bunu qəti şəkildə əvvəl mütləq Allaha çıxmalıdır. Allaha çıxmasa olmalı bir fəlsəfə olunur da, yəni fəlsəfə olunur onda. Amma bəli, yəni ilk nöqtəyə gedib çıxır. İndi ilk nöqtə hər nədirsə. Yəni, məsələ bilsəniz Platonun mağara məsələsini qısa deyərdiniz. Mağaradakılar hər şeyin körüdür. Bəli, bəli. Ramiz ki, gözüm üstə mən elə Platona qoy gələn dəfə mən Platon Aristotelə bir işarəyə keçəcəm. Orada gözüm üstə mütləq deyəcəyəm. Mağara misalı Platonun ən ciddi misallarından biridir. Mağara misalı o. Mağarada üzü divara həbslənmiş kütlə. Gözüm üstə mütləq işarə edəcəyim inşallah. Bax, belə, belə. Çox gözəl. Allah razı olsun. Sağ olun. Çox sağ olun ki, gəlirsiniz, iştirak edirsiniz gecənin vaxtı. Yorğun, arxın. Fəlsəfə ilə gəlirik, hə? Fəlsəfə ilə gəlirik. Və inşallah ki, elə olsun. Əgər sual elə biləm yoxdursa, tamam. Mən Müəllim, sizin buyurun. bugünkü bu cümə günü saatınızı, indi bilmirəm orada rejimdə sizin necə düzəldirlər. Yəni heç cür mümkün deyil ki, bugünkü saata mən məktəbiyyət dərsindən sonra sizə yarımçıq qoşuluram. Onu Fəlsəfəyə zəhmət olmasa yarımçıq gir söz fəlsəfəyə düz çox çətin. video formata baxıram, amma bax bu bugünkü 5-ci günü məktəbiyyətlə sizin saatınız üst-üstə düşür. Mən onu dedim, Vallahi qrupda siz onu dedilər, hə, aha, nə dedilər qrupda qrupda? dedilər ki, saatlar çoxdur deyə ancaq belə bölünür. Nə bilim vallahi indi yəni heç cür Vallahi mümkün deyil ki, bu inanın, saatı düzəltmək. mənə mümkündür. Gərək hamıya mümkün olsun. Sonra bir də ki, gərək o necə deyirlər bu proqramanı tökənlər Balaca ağırlığı var, düz deyirsiniz. Gərək onu diqqətlə qulaq asasınız. Asasız mütləq. deyə özünüzü nəzərdə tutun. Yox, bəli, elə hamımız, bəli, düpbədüz. Yo, ona görə mən Saat sizinlə tam düzəltmək. razıyam. Mən yenə deyirəm, siz nə bilim o WhatsApp qrupunda ya deyin, ya o aparıcı Dedim, mən dedim, proqram. WhatsApp qrupunda dedim, hansı Aha, qrupdur? Oradan mənə məlumat verdilər ki, saatlar aha, çoxdur müəllimlərin saatı. Ona görə heç cür mümkün deyil dedi bunu düzəltmək. aha. Hə, Yenə də yəni siz nə qədər gec çatırsınız? Yarım saat gec çatırsınız, yoxsa 1 saat nə qədər yəni? bax, keçən dəfə dərsiniz tamam qurtarmışdı mən qoşulanda. Aha, Məktəbiyyətdən 5 onda biraz çətindir də. amma Onda bu gün yox, bir var ki yəni hə, 15-20 dəqiqə, yarım saat gecikirsinizsə, hə, adam bax, onu biraz çəkər, deyərik 8-də ya 9-un yarısı başlayaq. Amma bax, birdən-birə 9 tamam ona 5 dəqiqə zad işləmiş o dərs qurtarır. Mən aha, də o sizə hə, gec qoşuluram. hə, onda bilirsən necə elə bilirəm digər dostlarla problem o çünki hamı üçün əl vermir yəqin saat. Mən elə bilirəm, amma bilmirəm. Həftənin bircə günü olur da elə bir məktəbiyyat dərsi. Amma sizin Bildim. 2 həftədə 2 dəfə olur. Hə, Bəli. nə Başa düşürəm. Siz çox xahiş eləyirəm ki, siz bilirsiz neyləyin? Mütləq məsələn 5-ci gün 2-ci günə qədər bu 5-ci günün dərsinə qulaq asın da. Çünki qoyurlar da o şeydə WhatsApp qrupunda yəni dərsin səs məktəbiyyat yazısını. nəzərdə tutulsun. Yo, bu bizim dərsi deyirəm, O qulaq fəlsəfəni deyirəm. asıram, amma belə canlı qulaq asmaq ayrı da indi. Yo, Söhbətdə təbii ki. iştirak Onda edirik. onda məktəbiyyətə qulaq asın. Gəlsəydi nə bilim yaxşı olardı, nə deyim, hələ ki bir təhər Başa eləyirəm, düşdüm. amma görürəm, hə, alınmır. Bəli.
Yəni düzdür. Yox, mən inanırsınız ki, sizinlə tam razıyam ki, xüsusilə fəlsəfə elədir ki, siz demişik gərək e, dərsin öz elə vaxtında dərslə, yəni dərsə qoşulasan. Yoxsa çox çətin olur. Hətta mən tam sizinlə razıyam ki, səs yazısı da o qədər bəzən effektli deyil də başa düşmək üçün. Çox bəzən təkrar bir də Amma belə narahatçılıq inanırsınız ki, mən də yenə deyirəm, bəlkə o ümumiyyətlə proqramanı quranlara bəlkə müraciət olunsa, bəlkə onlar dəyişir. Yəqin ki, yenə də təbii ki, iştirakçılara müraciət olunmalıdır ya, dostlara müraciət olunmalıdır. Əsas burada iştirak edənlərdir ki, hamı yekdil qəbullanmalıdırlar. Bəli, məsələn, iştirak edə bilir. Çünki baxmada saat 9-10-a işləmiş olanda üzü axşamadır. O düzdür də, hamı Vaxtı evində yox. Ha, bəli, dincəlmək, bəli, bəli, bəli. rahatlanmaq Ona görə məlumdur o da. hamı bəli, bəli, biraz bu məsələlər var. Amma ki, yenə inşallah ki, nə bilim, inşallah Yenə ki, bir qrupya yaxşısı. müraciət eləsəm görəm, yəni ki, bezdirmək çıxmaz ki, bir müraciət eləyərəm görüm nə deyirlər. Yox, problemdir, müraciət nə olar ki, nə olar? Elə fəlsəfə dərsində bir dənə öyrəndiyimiz şey budur ki, biraz elə necə deyərlər, dözümlülük olsun ki, başqalarının sözünü eşidək. İndi o ola bilsin qəbul edək, ola bilsin qəbul eləməyək. Yəni. Yox, bağışlayın mənim sizi bir Buyurun, balaca da buyurun, buyurun. Yox, sağ yox, xoşdur, xoşdur. Buyurun, hələlik, olun, sağ olun. hələlik. Sağ olun, sağ olun. Oldu, mən sağollaşıram. İnşallah gecəniz xeyrə qalsın. Hələlik. Xoş günlər arzulayıram hamıya, hamımıza. İnşallah ikinci gün yeni dərsimizdə görüşmək ümidi ilə. Hələlik. Sağ olun.